Salam əziz şagirdlər və dinləyicilərimiz. Bu günlərin Respublika Fən müsabiqəsinin yarımfinal mərhələsi keçirilir. Mən sizə biologiya 7-ci sinif suallarını şəhidlərimizin qanı bahasına işğaldan azad olunan Xankəndi şəhərinin 4 saylı orta məktəbindən verəcəm. Onu da bildirim ki, bu imtahanda hər suallar özünün xüsusi balları vardır. Məsəl üçün burada kitabda verilibdir. Birinci, 5-ci suallar 3 balla, 6-20-ci suallar 4 balla, 21-25-ci suallar isə 5 balla dəyərləndirilir. Keçək indi sualların izahına. Birinci sual. Tədqiqatçı azad maliyyə qullarının bitkinin inkişafına təsirini araşdırmaq üçün aşağıdakı təcrübəni hazırladı. Birinciyə kifayət qədər azot miqdarı var. İkincidə normadan az azot miqdarı. Üçüncüdə isə normadan çox azot miqdarı verilib. Elmi araşdırmanın bu mərhələsindən sonra tədqiqatçı nə etməli? Təbii ki, burada təcrübə aparılır. Təcrübədən sonra da ortaya çıxacaq olan nəticələr arasında nəzəriyyələr formalaşdırmalıdır. Ona görə doğru cavabımız ikinci suala D variantı olmuş olur. Keçək ikinci sualımızın izahına. İnkişaf xüsusiyyətinə uyğun olaraq aşağıdakı meyvələr təsnif edilərkən hansı meyvə digərlərindən fərqlənir? Burada moruqdur, çiyələkdir, böyürtkəndir. Bunlar mürəkkəb meyvələrdir, amma ərik isə sadə meyvədir. Ona görə cavab D variantı götürürük. Baxırıq, canlıların hansı xüsusiyyətlərinə dair nümunələri göstərilməmişdir. Qağayı qanadlarının köməyi ilə uçur. Burada hərəkət vardır. Ondan sonra noxud bığcığını dayağa ilişdirərək yuxarı qalxır. Burada deməli baxırsınız ki, bu da hərəkətə aiddir. Hərəkətə aid olur ikisi də. İnsanların sidik cövhəri kimi lazımsız və zərərli maddələri böbrəklər vasitəsilə xaric edilir. Burada ifrazat vardır. Və sonra küstüm oturub yarpaqlarına toxunduqda yarpaqcıqlar bükülür. Burada isə qıcıqlanma var. Amma burada heç bir qidalanma yoxdur. Ona görə cavab B variantı olaraq götürəcəyik. Sonra dördüncü sual. Aşağıdakıdan hansı bakteriya və sərcələrin hər ikisi üçün xarakterik deyil? Hər ikisi tənəffüs edə bilir. Hər ikisi, məsələn, qamçılı bakteriyası hərəkət edə bilər. Hər ikisini çoxalması var, amma hər ikisinin ifrazat orqan olması yoxdur. Ona görə cavab C variantı olaraq götürəcəyik dördüncü sualda. Keçək 5-ci sualımıza. 5'te isə bu strukturadan hansının olması bu canlının prokaryot və eukariot hüceyrə quruluşuna malik olduğunu sübut edir. Deməli, ribosom həm eukariotda həm prokaryotda var. Bundan sübut edə bilmərik. Hüceyrə divarı məsələn həm bitkide var, həm bakteriyada var. Sübut edə bilmərik. Mitokondri yalnız eukariotlar üçün xasdır. Xoroplast yalnız eukariotlar üçün xasdır. Yəni bitki hüceyrəsi üçün xasdır. Ona görə 2-4 cavabı bunu sübut edə bilir. Bizə doğru cavabımız C variantı olmuş olacaqdır desiniz. 6-cı sual. Faktiki ölçüsü 0,10 115 mm olan qırmızı qan hüceyrəsinin böyüdülmüş ölçüsü 30 mm-dir. Biz görünən ölçünü, yəni 30 mm-i 0,15 mm bölməklə bunun böyütmə dərəcəsini tapırıq. Bu da böyütmə dərəcəsini 30 mm böldükdə buna cavab 2 edir. Yəni doğru cavabımız D variantı olmuş olur. 7-ci sual. Aşağıdakı hansı hadisənin baş verməsi bitkinin çiçəkli bitki olub olmadığını müəyyən etmək üçün istifadə edilə bilər? Təbii ki, fotosintez həm çiçəkli, həm çiçəksiz bitkilərdə gedir, amma meyvə yalnız çiçəkli bitkilərdə əmələ gəldiyinə görə doğru cavab B variantı olacaqdır. 8-ci sual. Hüceyrə haqqında aşağıdakı mülahizədən hansı yanlışdır? Eukariot hüceyrədə iki membralı orqanellər var? Bəli, var. Hüceyrə canlı orqanizmin ən kiçik quruluş vahiddir? Bəli. Yeni hüceyrə başqa hüceyrənin bölünməsi ilə əmələ gəlir? Bu da bəli. İxtisaslaşmış hüceyrələr davamlı olaraq bölünür? Xeyr, davamlı olaraq bölünmür. Bu fikir yanlış fikirdir. Ona görə doğru cavabımızı buradan biz D variantı olaraq götürəcəyik. Yəni bu cavab yanlış fikirdir. 9-cu sual. Aşağıdakı mülahizədən hansı doğrudur? Meyvələrdə və toxumlarda müxtəlif uyğunlaşmalar toxumların yayılma sistemidir? Bəli. Eləsi var qanadçığı var, eləsi var uçağanı var və s. Elə doğru cavab A variantı olacaqdır. 10-cu suala keçək. Deməli, burada deyir ki, bizə 10-11-ci suallarda şəkilə əsas, deməli, şəkilə görə cavablayacağıq burada təbii ki. İndi 10-cu suala baxırıq. Şəkilə əsasən Y, Z, K-nı müvafiq olaraq müəyyən edin, deyir bizə. Deməli, burada Y nə veribdir? Y populyasiyadır, Z təbii birlikdir, K da ekosistemdir. Ona görə doğru cavabımızı D variantı götürürük. Hansı fikir doğrudur? Soruşur. X müəyyən ərazidə birlikdə yaşayan eyni canlı bütün fərdlərinin qrupudur olaraq
bizdən soruşacaqdır. Burada deməli 11-ci sualda buna baxsaq, bu doğru fikir deyil. Bunu biz Y-i götürə bilərik, X-i yox. Z eyni habitata uyğunlaşan müxtəlif orqanizmlər populyasiyalardır. Bəli, təbii birlik eyni habitata uyğunlaşan müxtəlif orqanizm populyasiyalardır. Ona görə cavab B variantı olaraq götürəcəksiniz. 12-ci sual, hansı fikir doğru deyil? Habitat hər bir orqanizmin yaşaya biləcəyi yaşayış məskənidir. Habitat orqanizmlərin çoxalması üçün yer, həmçinin sığınacaqdır. Canlı ekosistem boyunca bərabər paylanır. Bərabər paylanmır axı. Yəni bəzi yerdə az ola bilər, bəzi də çox ola bilər. Ona görə doğru cavabımızı biz C variantı olaraq götürürük. 13-cü suala keçəyim. İndi 13-15-ci suallar aşağıdakı şəkil əsasında cavablandırın. Müəyyən bir sahədə müşahidə olunan onurğalı və onurğasız heyvanlara aid növlər. Görüm onurğalıların neçə növ var, onurğasızların neçə növ var. Onurğasızlara aid bir növ, onurğasızlara aid iki növ, onurğasızlara aid deməli burada baxacaqsınız. Bir də kəpənək var, bu da üç növ. Üç növ var, amma fərd olaraq bir fərd, iki fərd, üç fərd, dörd fərd və 5 fərd var. Deməli 3, 5. Cavabımız zaten buradan D variantı görsənir hələ ki. Amma bir də onurğalı heyvanlara gəlin baxalım. Onurğalı heyvanlardan bir növ, iki növ, üç növ, bu da 4 növ. Amma fərd sayı olaraq götürsək, bir fərd, iki fərd, üç fərd, 4 fərd, 5 fərd, 6 fərd, 7 fərd, 8 fərd. Ona görə cavab D variantı olaraq götürürük. 14-cü sual. Biomüxtəliflik indeksini hesablayın. Baxaq, biomüxtəliflik indeksi növ sayının fərd sayına olan nisbəti. 1, 2, 3, 4, 5, 6, 7 növ var burada. 7 növ vardır. Fərd sayı olaraq baxacaqsınız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13-də burada deməli növ vardır. O zaman biz 7, 13. Neydi? 7-ni 13-ə böləcəyik. 7-ni də 13-ə böldüyümüz zaman 0-dan %53,8 gedir. Ona görə deməli 0-dan %54 eləcəkdir cavabımız. Baxaq. Qruplaşmada hansı növ fərd baxımından daha zəngindir? Burada baxdığımız zaman görürsünüz ki, 1, 2, 3 dənə verilmişdir. Ona görə də ən çox növ baxımından olan cavab B variantı olacaqdır. Torpaqda lobya toxumunun cərməsi üçün hansı amil lazımdır? Su mütləq lazımdır, karbon qazı lazım deyil, uyğun temperatur lazımdır və oksigen lazımdır. 1, 2, 4 cavabı olur. Cavab D variantı olacaqdır. 17-ci sual. Həşəratların ayaqları yaşayış tərzi ilə əlaqədar olaraq müxtəlif formalardır. Hansı tip ətrafa malik canlı göstərilməmişdir? Tullandırıcı ayaq vardır burada. Üzücü ətraf vardır burada. Sonra yürüyücü ayaq vardır burada. Amma qazıcı ətraf isə olmayacaqdır. Hansı biyon müxtəliflik baxımından daha zəngindir? Təbii ki, A variantını götürəcəyik. Çünki ekvatordan qütblərə doğru getdikcə müxtəliflik azalır. Ona görə cavab A variantı olmuş olur. Keçək 19-cu sualımıza. İki fərqli bitkinin çiçəklərin reproduktiv üzvlərinin yerləşmə vəziyyəti şəkildə göstərilmişdir. Buna görə aşağıdakı fikirdən hansı doğru deyil? Hər iki bitki özünə tozlana bilər. Bəli, bu da özünə tozlana bilər. Bu da yeni kitabımıza görə, zaten 7-ci sinifə aid olduğuna görə deməli bu imtahan. Biz demişik bir çiçəyin erkəkciyindəki tozcuq digər çiçəyin dişiciyinin ağzına düşərsə, bu da özünə tozlanma sayılır. Ona görə bu fikir doğrudur. İkinci bitkidə tam çiçəklər quruluşuna malik çiçəklər rast gəlir. Xeyr, birində erkəkcik var, birində dişicik var. Ona görə bu fikir yanlış fikirdir. Təbiətdə birinci bitki fərqli bir bitki növü ilə mayalana bilər. Bəli, biz də bunu təbiətdə çox-çox görə bilirik ki, hansı ki başqa bir bitki növü, başqa bir bitki növünü tozlandırır və mayalanma gedir. Sadəcə oradan alınan fərd dölsüz olur. Yəni onun çoxalma qabiliyyəti olmur. Ona görə doğru cavabı D variantı olaraq götürəcəksiniz. Keçək 20-ci sualımızın izahına. 20-ci sualda canlılar arasında qarşılıqlı təsir onların bir-birinə fayda və ya zərər verməsinə, həmçinin neytral olmasına əsaslanır. Buna görə aşağıdakı hansı düzgün olar? Mutualizm hər ikisi üçün faydalıdır. Parasitizm biri üçün faydalı, biri üçün isə deməli ziyandır. Kommensalizm biri üçün faydalı, biri üçün neytraldır. Cavab C variantı olmuş olur. Burada araşdırma zamanı hermafrodit çiçəyin birinci vəziyyət dişi reproduktiv orqanları çıxarılır.
İkinci vəziyyətə gətirilir. Yaşanması üçün lazım olan ekoloji şərait təmin edilərsə, o aşağıdakı quruluşlardan hansını əmələ gətirə bilməz. Zaten burada dişicik çıxarıldı. Dişicik çıxarsa meyvə əmələ gətirə bilməz və toxum əmələ gətirə bilməz. Tozluq isə erkəkliyinə görə olur. Ona görə cavab 1 və 2 cavabı, yəni A variantını vermiş oluruq. 22-ci sual. İçərili bitkilərin cinsiyyətli çoxalmasını təsdiq edildikdə aşağıdakı xüsusiyyətlərə malik bitki növlərinin hansında yalnız çarpaz tozlanma müşahidə olunur? Bəzi növlərə aid fərdlər tam çiçək quruluşuna malikdir sualı deyir bizə. Deməli, buradan baxırıq ki, bu müşahidə olunur. Yalnız çarpaz tozlanma. Əgər tam çiçəksə yalnız çarpaz ola bilməz, çünki özünə də tozlanma gedə bilər. Bu fikir doğru deyil. Bəzi növlərə aid fərdlərdə erkək və dişi çiçəkləri vardır. Növün bir fərdin üzərində həm erkək çiçək, həm dişi çiçək varsa, bəli, özünə tozlanma da burada gedə bilər. Bəzi növlərə aid fərdlərin bir cinsli çiçəkləri, müxtəlif bitkilər. Müxtəlif bitki isə artıq çarpaz tozlanma olacaqdır. Ona görə doğru cavabımızı D variantı olaraq götürəcəyik. 23-cü sual. Biomüxtəliflik ekvatorun qütblərə doğru getdikcə azalır bilirik. Ona görə də cavab A variantı götürəcəyik. 24-cü sual. Bitki kökünün uç hissəsinə sxemləşən hansı fikir doğru deyil? X ixtisaslaşmış hüceyrələri bəli, MCT-lər ixtisaslaşıb. Z hüceyrələri kökün uzunluğuna böyüməsini təmin edir. Xeyr. Kökün ucunu zədələnməkdən qoruduğuna görə bu fikir yanlış fikir olacaqdır. 25-ci sual bədən temperaturunun ətraf mühitin temperaturundan asılılıq qrafiki vermiş canlılara aid deyil. Təbii ki, görürsünüz. Sabit bədən temperaturu yoxdur. Arxa ətraflarının barmaqları arasında üzmə pərdəsi olur. Bu qurbağada ola bilər. Dərisində vəzlərin müxtəlifliyi çoxdur. Yox, xeyr. Artıq bu sadəcə olaraq deməli, baxacaqsınız ki, aiddir nəyə? Bu aiddir məməlilərə. Dərsdə vəzlərin müxtəlifliyi çoxdur. Məməlilərdə də sabit bədən temperaturu var. Ona görə doğru cavabımız burada B variantı olacaqdır deyəcəksiniz. Uğurlar arzulayıram sizə. İnşallah final mərhələsinin suallarını izah edəndə görüşərik.